Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz abituriyentlər, bu günləri Azərbaycan tarixi fənnindən Atabəylər dövləti, Azərbaycan el dənizlər dövləti mövzusunu izahını verəcəm. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların, dərs izahlarının davamını istəyirsinizsə kanalıma abunə olmağı, bəyənməyi, paylaşmayı unutmayın. Onu da qeyd edeyim ki, bu mövzunun izahını özümün müəllifi olduğu Azərbaycan tarixi vəsaitindən hissə keçirəm. Vəsaiti əldə etmək üçün səhifəmdə göstərdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Çatdırılma da mümkündür. Keçək mövzunun izahına. Əziz və dəyərli izləyicilər, Atabəylər dövlətinin ilk öncə xəritədən ərazisinə baxaq. Azərbaycan torpaqlarını Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə edən bir dövlət olmuşdur. Atabəylər dövlətini Atabəy hökmdarı Şəmsəddin Eldəniz yaratmışdır. Şəmsəddin Eldəniz də 1136-1175-ci illərdə hakimiyyətdə olmuşdur. Şəmsəddin Eldəniz dövlət qurmamışdan öncə, yəni hökmdarlığından öncə İraq Səlcuq Sultanlığında fəaliyyət göstərmişdir. İraq Səlcuq Sultanı 2. Toğrulun sarayında xidmət göstərmişdir. Bunun haqqında rəvayətlərdə yəqin eşitmişsiniz. Gənc, demək uşaq ikən qul bazarında satılıb, yəni qulam olub, qul olub, sonradan isə İraq Səlcuq Sultanı 2. Toğrulun sarayına gəlib, burada xidmət göstərib. 2. Toğrul mühüm xidmətlərinə görə Eldənizi öz oğlu Arslan Şahın Atabəyi təyin edib, yəni tərbiyəçisi təyin edib. Atabəy sözünün mənası tərbiyəçi deməkdir. Yəqin ki, bunu da bilirsiniz. Tərbiyəçi. Demək, uğurlu xidmətlərinə görə 2. Toğrul öz oğlu Arslan Şah Atabəyi təyin etmişdir Eldənizi. 2. Toğrul vəfat edir. 2. Toğrulun vəfatından sonra hakimiyyətə 2. Toğrulun qardaşı Sultan Məsud çıxır. Məsudun dövründə də uğurlu xidmətlər göstərmiş Şəmsəddin Eldənizə Sultan Məsud 1136-cı ildə üzrlə hesab edin. 1136-cı ildə Arranı iqta olaraq verir. Yəni Şimali Azərbaycanda iqta verir ona xidmət müqabilində. Məhz bu hadisə nəticəsində Eldəniz öz tayfası ilə birlikdə Arrana köçür və elə həmin ildə 1136-cı ildə Atabəylər dövlətinin əsasını qoyur. Yəni buradan biz bunu aldadıq ki, Atabəylər dövləti 1136-cı ildə yaranmışdır. Eldəniz tərəfindən yaradılmışdır. Arranın Eldənizə iqta olaraq verilməsi nəticəsində yaranmışdır. Arranı Eldənizə iqta verən kim idi? Sultan Məsud idi. Kim idi Sultan Məsud? İraq Səlcuq Sultanlığının hökmdarı idi. Yəqin ki, bura qədər olan məlumatlar sizə aydındır. Keçək mövzunun izahının davamına. Demək, əziz və dəyərli izləyicilərim, Atabəylər dövlətinin ilk paytaxtı Naxçıvan şəhəri olmuşdur. Naxçıvan şəhəri 1136, yəni dövlət yaranandan 1175-ci ilə qədər Atabəylərin paytaxtı kimi paytaxt funksiyasını yerinə yetirmişdir. Şəmsəddin Eldəniz 1160-cı ildə demək, öz oğulluğu, yəni tərbiyəçisi olduğu Arslan Şahı İraq Səlcuq Sultanlığının taxtına çıxartmışdır. Axı, mən dərsin əvvəlində dedim sizə, Atabəy Şəmsəddin Eldəniz Arslan Şahın Atabəyi idi. Demək, Sultan Məsud vəfat edir İraq Səlcuq Sultanlığında. Məsuddan sonra Eldəniz işə qarışır və 1160-cı ildə öz oğulluğu Arslan Şahı İraq Səlcuq Sultanlığının taxtına çıxarır. Və bu hadisə ilə bir növ İraq Səlcuq Sultanlığının da hakiminə çevrilir Şəmsəddin Eldəniz. Həm Atabəylərin hökmdarı kimi fəaliyyət göstərir, həm də İraq Səlcuq Sultanlığının da hakiminə çevrilir. Bu işinə görə, yəni Arslan Şahı taxta çıxartdığı üçün elə həmin ildə 1160-cı ildə Arslan Şah bu xidmətinə görə
Eldənizə böyük Atabəy titulunu verir. Testdə sual düşər ki, Eldəniz neçənci ildə böyük Atabəy titulunu almışdır? Cavab 1160-cı ildə. İndi Şəmsəddin Eldənizin Atabəylər dövlətində ölkə daxilində gördüyü işlərlə maraqlanaq, görək hansı tədbirlər görmüşdür. Şəmsəddin Eldəniz mərkəzi hakimiyyətə tabe olmayan iri feodallara qarşı mübarizə aparmış, onların hakimiyyətini məhdudlaşdırmışdır və 50 minlik güclü daimi süvari qoşun yaratmışdır. İri feodallara qarşı mübarizə aparmış, onların hakimiyyətini məhdudlaşdırmış və 50 minlik süvari qoşun yaratmışdır. 1139-cu ildə Eldənizin dövründə Gəncə şəhərində zəlzələ baş verir, məşhur zəlzələdir. Bu zəlzələ zamanı Eldənizin başı qarışır, bu zəlzələnin belə deyək də, bu zəlzələnin törətdiyi dağıntıların, törətdiyi acıların belə deyək, tələfi eləməyə, yəni həmin o dağıntıları, həmin o faciəni aradan qaldırmağa çalışanda, həmin vaxt Gürcü çarı 1-ci Demetri hücum edir Gəncəyə, Gəncəni qarat edir, məşhur Gəncənin qala qapılarını oğurlayıb aparır. Demək, belə bir dənə sual verim sizə. Bəs məşhur Gəncənin qala qapıları nə vaxt hazırlanmışdır? Hansı hökmdarın əmri ilə hazırlanmışdır? Hansı usta tərəfindən hazırlanmışdır? Bu 3 dənə sualımın cavabını rəylərdə yazsaz, sevinərəm. Digər bir məlumatlara keçək. Bu məlumatı bildik və bildik ki, Eldənizin dövründə Atabəylər dövlətinə hücum eləyən ilk Gürcü hökmdarı Demetri olub. Bu Demetri haqqında məlumat biz bildik. Demetridən başqa Atabəylər dövlətinə Şəmsəddin Eldənizin dövründə 3-cü Georgi də hücum eləyib. 1161-ci ildə Gürcü hökmdarı 3-cü Georgi hücum eləyib, Dəbil şəhərini və Ani şəhərlərini ələ keçirib. Bu hadisəyə cavab olaraq Şəmsəddin Eldəniz elə həmin ildə Naxçıvan yaxınlığında Gürcü qoşunlarını ağır məğlubiyyətə uğradıb. Gürcüləri ağır məğlubiyyətə uğradıb. Amma hücumu davam elətdirib, dayandırmayıb hücumu. Hücumu davam elətdirib. 1163-cü ildə yenidən Gürcü çarı 3-cü Georgiyə qalib gəlir, 3-cü Georgiyə və Gürcülərin bütün xəzinəsini ələ keçirib, Dəbil şəhərini də geri almağa bacarıb. Aydındır yəqin ki, bu məlumatlar. 1175-ci ildə oğlu Məhəmməd Cahan Pəhləvanı Gürcüstanın üzərinə hücuma göndərir. Bu hücumun nəticəsində Məhəmməd Cahan Pəhləvan Gürcüləri məğlub eləyir. Bu məğlubiyyətlə Gürcülərin Azərbaycana, Atabəylərə ərazi iddialarına tamamilə son qoyulur. Testdə sual düşər ki, Gürcülərin Azərbaycan torpaqlarına iddiasına tamamilə nə vaxt son qoyulmuşdur? Cavab 1175-ci ildə Cahan Pəhləvanın Gürcüstana hücumu nəticəsində. 12-ci əsrin 60-cı illərində Şəmsəddin Eldəniz bir çox ərazini Atabəylərə birləşdirib. Bu ərazi adları burada var. Qəzvin, Fars, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandıran, İsfahan, Rey, Mosul, Diyarbəkir, Şirvan, Kirman və Xuzistan bölgələri. Və bütün bu ərazilərin birləşdirilməsinin nəticəsində Qafqazdan Fars körfəzinədək uzanan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdur Şəmsəddin Eldəniz. Şəmsəddin Eldənizdən sonra hakimiyyətə oğlu Məhəmməd Cahan Pəhləvan gəlir. Onun hakimiyyət illəri 1175-1186-cı illərdir. Məhəmməd Cahan Pəhləvan da atası Eldəniz kimi İraq Səlcuq Sultanının atabəyi olub. Eldəniz İraq Səlcuq Sultanı Arslanşahın atabəyi idi. Məhəmməd Cahan Pəhləvan isə İraq Səlcuq Sultanı 3-cü Toğrulun atabəyi olmuşdur. 1175-ci ildə hakimiyyətə gələn kimi Məhəmməd Cahan Pəhləvan ölkənin paytaxtını Həmədan şəhərinə köçürmüşdür. Demək, Atabəylərin ikinci paytaxtı hansı şəhərdir? Həmədan şəhəri. Cahan Pəhləvanın hakimiyyətdə olduğu bütün dövrlərdə, yəni bütün illərdə Həmədan şəhəri paytaxt olub. Məhəmməd Cahan Pəhləvan öz hakimiyyəti illərində 1185-ci ildə Təbriz şəhərini Ağsunqurlər dövlətindən almış və idarəsini öz qardaşı Qızlarstana tapşırmışdır. Cahan Pəhləvan hakimiyyəti dövründə dövlətin ərazilərini oğlanlar arasında bölüşdürmüşdür.
Gürcüstana uğurlu yürüşlər təşkil etmişdir. Bütün bu məlumatlar Cahan Pəhləvan haqqında olan əsas məlumatlardır. Cahan Pəhləvanın dövründə qonşu dövlətlər onun hakimiyyətini tanımış, onun adına xütbə oxutdurublar. Qonşu dövlətlərdən olan əhər məlikləri Cahan Pəhləvanına hətta pul da zərb elətdiriblər. Əhər məlikliyi Cahan Pəhləvanından pul kəsdirmişdir. Cahan Pəhləvan ölkə daxilində İraq Səlcuq əmirləri ilə mübarizə aparıb, onları məğlub eləyib və onların torpaqlarını öz adamları arasında iqta olaraq paylamışdır. İqta verdiyi feodalları da orduya cəlb eləyib və iqta verdiyi feodallardan ibarət 50 minlik güclü mükəmməl süvari ordu yaratmışdır. Bu məlumat Şəmsəddin Eldənizlə Məhəmməd Cahan Pəhləvanın oxşar məlumatıdır. Məhəmməd Cahan Pəhləvanın dövründə Gürcü feodalları aramsız hücumlar ediblər Atabəylər dövlətinə. Bu hücumların hamısının qarşısını alıb, ölkənin qərb sərhədlərini də möhkəmləndirmişdir Məhəmməd Cahan Pəhləvan. Məhəmməd Cahan Pəhləvanın dövrü siyasi, iqtisadi və mədəni cəhətdən Atabəylər dövlətinin yüksəliş dövrü hesab edilir. Bu məlumatı da bildik. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan gəlib. Qızıl Arslanın hakimiyyət dövrü 1186-1191-ci illərdir. Qızıl Arslan görək kimin Atabəyi idi? Bundan qabaqçı iki dənə hökmdar Eldənizlə Cahan Pəhləvan İraq Səlcuq sultanlarının Atabəyi idi. Amma Qızıl Arslan isə öz qardaşı oğlu, yəni Məhəmməd Cahan Pəhləvan oğlu Əbubəkirin Atabəyi idi. 1186-cı ildə hakimiyyətə gələn kimi paytaxtı Təbriz şəhərinə köçürdüb. Atabəylərin son paytaxtı Təbriz şəhəridir. Xeyli müddət saray müxalifəti ilə, iri feodal qrupları ilə mübarizə aparıb. 1190-cı ildə baş vermiş Həmədan döyüşündə İraq Səlcuq sultanı 3-cü Sorlu məğlub eləyib. 3-cü Sorlu bu məğlubiyyətdən sonra çox da hakimiyyətdə qalmır. Nə vaxta kimi hakimiyyətdə qalıb? Belə deyək də 1194-cü ilə kimi hakimiyyətdə qalır. 1194-cü ildə 3-cü Sorlunun hakimiyyətdən getməsi ilə İraq Səlcuq sultanlığı, qısa yazıram, süqut edir və İraq Səlcuq sultanlığının varlığına son qoyulur. 3-cü Sorlu məğlub eləməsini bildik. Bundan sonra demək, Qızıl Arslan hakimiyyəti dövründə o İraq Səlcuq sultanı 3-cü Sorlu ilə mübarizə aparan zaman Şirvanşahlar hökmdarı Axistan onun asılılığından çıxır. 3-cü Sorlu Həmədan döyüşündə məğlub eləyəndən sonra Qızıl Arslan hücum eləyib, asılılığından çıxmış Şirvanşah Axistanı yenidən özündən asılı vəziyyətə salmağı bacarır. Bir haşiyəyə çıxımız üçün Şirvanşahlar dövləti Eldənizin dövründən Atabəylərə tabe idi. Cahan Pəhləvanın dövründə də Atabəylərə tabe idi. Qızıl Arslanın dövründə Atabəylərin asılılığından çıxsa da, amma Qızıl Arslan yenidən Şirvanşahları asıla salmışdı. Şirvanşahları yenidən asıla salan Atabəy hökmdarın sizdən soruşsa, cavab kim olacaq? Heç şübhəsiz cavab olacaq Qızıl Arslan. 1191-ci ildə Qızıl Arslan xəlifənin razılığı ilə ilk dəfə sultan titulunu qəbul edir. Əziz və dəyərli izləyicilərim, Atabəylərin ilk sultanı məhz Qızıl Arslan olmuşdur. Bunu yadda saxlamaq lazımdır. Bundan qabaqçı Eldəniz, Cahan Pəhləvan sultan deyildi. Qızıl Arslan ilk dəfə sultan titulunu qəbul edir. Qızıl Arslan da özündən əvvəlki hökmdarlar kimi, Cahan Pəhləvan kimi, qardaşı, atası Şəmsəddin Eldəniz kimi Səlcuq əmirləri ilə mübarizə aparıb, Səlcuq əmirlərinin torpaqlarını öz adamları arasında iqta olaraq paylayıb. Bu, onun Cahan Pəhləvanın oxşar cəhətidir. Desək ki, İraq Səlcuq əmirləri ilə mübarizə, bu ilk üç hökmdarın Eldənizin, Cahan Pəhləvanın, Qızıl Arslanın oxşar cəhətidir. Amma İraq Səlcuq əmirlərinin torpaqlarını iqta olaraq öz adamlarına paylaması Cahan Pəhləvan, Qızıl Arslanın oxşar cəhətidir. Boş desək iqta paylanması üçünə də aiddir. Eldənizə də aiddir, Cahan Pəhləvana da aiddir, Qızıl Arslana da aiddir. Narazı Səlcuq əmirləri onların torpaqlarını paylamışdı axı. Ona görə narazı Səlcuq əmirləri sui-qəsd təşkil edirlər. Sui-qəsd nəticəsində Qızıl Arslanın hakimiyyətinə son qoyurlar. Qızıl Arslandan sonra hakimiyyətə Əbubəkir gəlir.
Əbubəkir 1191-1210-cu illərdə hakimiyyətdə olub. Əbubəkirin hakimiyyətə gəlməsi ilə ölkənin tənəzzül prosesi başlayır. Yəni 1191-də. 1194-cü ildə Xarəzmşah hökmdarı Təkəş hücum eləyib Xorasan, Rey və Həmədan şəhərlərini Əbubəkirdən alır. Yəni Əbubəkiri məğlub edir. Buna cavab olaraq 3 il sonra Əbubəkir 1194-cü il məğlubiyyətinin qisasını alır. 1197-də baş vermiş Həmədan döyüşündə Xarəzmşah Təkəşi məğlub eləyir. Xorasan, Rey, Həmədanı geri qaytarır və həmin ərazilərin idarəsini qardaşı Özbəyə tapşırır. Yəni 3 il ərzində bu qisası almağı bacarır. Bunu da deyim sizə. Əbubəkirin dövründə Həmədan döyüşü var, Qızıl dövründə də hər döyüşdə Atabəylər qalib gəliblər. Sadəcə Qızıl Arslan Həmədan döyüşündə 3-cü Toğrulu məğlub eləyib, Əbubəkir isə Həmədan döyüşündə Xarəzmşah hökmdarı Təkəşi məğlub eləyib. Əbubəkirin dövründə 1210-cu ildə erməni-gürcü feodalları hücumu baş verir. Həmin hücum ağır fəlakətlə nəticələnir. Amma bütün bunlara baxmayaraq Əbubəkir bir çox hücumları dəf eləməyi bacarır. Və nəhayət son hökmdar Əbubəkirdən sonra hakimiyyətə Özbək gəlir. Özbəyin hakimiyyət dövrü 1210-1225-dir. Özbəyin dövründə ölkənin tənəzzülü sürətlənib. Tənəzzül başlamışdı Əbubəkirin dövründə, sürətləndi Özbəyin dövründə. 1220-ci ildə Özbəyin dövründə Monqolların qarətçi yürüşü olur Atabəylər dövlətinə. Bu ilk hücumdur. 1225-ci ildə isə Xarəzmşah Cəlaləddinin hücumu baş verir. Məhz Xarəzmşah Cəlaləddinin hücumu nəticəsində dövlət süquta uğrayır, Atabəylər dövləti varlığına son qoyulur. Neçənci ildə yarandı bu dövlət? 1136-cı ildə. Nə vaxt süqut etdi? 1225-ci ildə. Bunları bildik. Yaxşı. İlk hökmdarı kim idi? İlk hökmdar Eldəniz. Bəs son hökmdar kim idi? Bu Özbək. Bunu da bildik. Atabəylərin, yaxşı, belə bir dənə sual verək. Atabəylərin ilk paytaxtı hansı şəhər idi, əzizlərim? Atabəylərin ilk paytaxtı, heç şübhəsiz, hamı bilir bunu, Naxçıvan şəhəri idi. Son paytaxtı Təbriz şəhəri idi. Təbriz. Bəs ikinci paytaxtı hansı şəhər idi? Məhəmməd Cahan Pəhləvanın köçürtdüyü Həmədan şəhəri. Birinci paytaxt Naxçıvan, ikinci paytaxt Həmədan, üçüncü paytaxt isə Təbriz şəhəri olmuşdur. Bu məlumatları da bildik. Sonra testdə sual düşər ki, hansı Atabəy hökmdarları Xarəzmşahlarla mübarizə aparmışdır? Cavab, ilk olaraq Xarəzmşahlarla mübarizə aparan Əbubəkirdir. Xarəzmşah Təkəşlə mübarizə aparıb. İkinci Xarəzmşahlarla mübarizə aparan, baxın, axırıncı dediyim sizə Özbəkdir. Özbək də Xarəzmşah Cəlaləddinlə mübarizə aparıb. Qısa məlumatları verdim sizə, Atabəylər dərsini izah etməyə çalışdım. İnşallah ki, inanıram ki, bu izah sizə bu dərsi öyrənməkdə çox böyük fayda verəcək, kömək olacaq. Diqqətinizə görə, dinlədiyinizə görə öz təşəkkürümü bildirirəm sizə. Sağ olun, salamat olun.